Leyla sürücülük dərsləri kursu 5 illik yubileyini qeyd edir. Sükan arxasında inamla eləşmək, yol hərəkəti qaydalarını düzgün mənimsəmək və imtahandan uğurla keçmək artıq minlərlə insanın arzusudur. Xüsusilə də xanımlar tərəfindən yaxşı sürücülük qabiliyyəti müasir dövrümüzdə artıq böyük tələbata çevrilib. 5 il əvvəl bu arzunu gerçəyə çevirmək məqsədi ilə fəaliyyətə başlayan Leyla sürücülük dərsləri bugün artıq minlərlə sürücünün yetişdiyi böyük bir ailəyə çevrilib. Bu kurs yalnız insanlara yol hərəkəti qaydalarını öyrətmir, özlərinə inanmağı, hədəflərinə doğru inamla irəliləməyi və sükan arxasında məsuliyyətli olmağı da öyrədir. Məhz bu məqamda Leyla sürücülük dərsləri qısa müddətdə geniş auditoriyanın etimadını qazanıb. Bir nəfərlə başlayan yol bugün minlərlə insanın yoluna çevrilir. Biz bir-birini dəstəkləyən, qorxularını birlikdə aşan, uğurlarını birlikdə sevinən və birlikdə keçirdən möhtəşəm bir ailə olur. Bu mənzərəni yaddaşıma yazmaq istəyirəm. Çünki illər sonra xatırlayarkən eyni bu qürur hissi ilə xatırlamaq istəyirəm. Heç ağlıma gəlməzdi ki, 5 il əvvəl bir telefonun ekranında başlayan sürücülük dərsləri məni bir gün bu cür möhtəşəm bir auditoriyanın qarşısına çıxaracaq. Kursun 5 illik yubiley münasibəti ilə keçirilən tədbirdə müəllim və tələbələr bir araya gələrək ötən illərin uğurlarını xatırlayıb, gələcək hədəflərdən danışıblar. 2021-ci ildə pandemiya vaxtında mən sürücülük dərslərinə başladım. Düşündüm ki, pandemiya vaxtıdır, kütləvi bir yerdə olmaqdan insanlar çəkinirlər və avtobusda getmək o vaxt çətin idi və insanlar öz ehtiyaclarını ödəmək üçün əziyyət çəkirdilər. Düşündüm ki, xanımlara dəstək olmaq üçün sürücülük dərslərini öyrədə bilərəm və belə-belə sürücülük dərslərinə başladım. Artıq tək xanımlara yox, həm də bəylərə gəlib çatdı bizim bu uğurumuz və onlar da bizim dərslərimizə qoşulmaq istədilər və beləliklə böyük bir ailəyə çevrildik. Bugün artıq bəlkə də 4000-dən 5000-dən çox tələbəmiz olub. Çünki bizim YouTube-da açıq videolarımız var ki, hər kəs maariflənsin, istifadə eləsin. Onlayn öyrədirik bizdə. Sadəcə dərslərin videolarına baxırlar, canlı dərslərimiz olur, sual-cavablarımız olur və başa düşmədikləri bütün sualları izah edirik və onlara imtahana düşən sualları elə başa salırıq ki, gedib imtahan keçirsinlər. Kursun yüzlərlə tələbəsini bir araya gətirən bu tədbir qazanılan uğurların arxa planını bir daha ortaya çıxarıb. Tələbələrin çıxışlarından da göründü ki, bu kurs minlərlə tələbənin, xüsusilə də qadınların həyat yoluna böyük işıq tutub. İmtahana cəmi 16 günə keçən tələbələrdən biriyəm. Tamamilə sıfırdan başlamışdım, heç bir anlayışım yox idi. İndi sürücülük vəsiqəm var. Leyla xanımı təbrik edirəm, uğurları bol olsun. Başladım kursa, sonra yarıdan mənə çətin gəldi, saxladım. Komandada olan xanımlar o qədər gözəl dəstək oldular ki, yenidən davam elədim. Leyla müəllimənin hər dərsdəki motivasiya dolu cümlələri, dərsi çox gözəl izah eləməsi həqiqətən də çox böyük insana daxili motivasiya verir. Düşünürəm ki, bir kurs deyil xanımlar üçün. Həm mən başardım deməyin bir yoludur, bir başarı yoludur, özünə inam, özünə güvənin formalaşması üçün çox gözəl bir məkandır. Leyla xanımı Instagramda gördüm. Səhifəsini biraz araşdırdım, səmimiyyətinə, özünü daim inkişaf elətdirməyinə, gülüşünə, daima bizləri düşünməyinə vurğun oldum. Ona görə hazırlaşmağa başladım. Bugün yenə də 200-dən çox xanımın arasında olmaq ayrıcalıqdır. Yol hərəkəti qaydalarını sadə, loru dildə, asan şəkildə öyrənmək istəyirsənsə, bizim dərslərimizə qoşula bilərsən. Bütün işlərimi görürlər və mən onlara o qədər güvənirəm, o qədər çox istəyirəm ki, çox sağ olun ki, məndənsiz. 5 ildə minlərlə insanın sükan arxasında özünə inam qazanmasına dəstək olan Leyla sürücülük dərsləri bundan sonra da daha təhlükəsiz sürücülük mədəniyyətinin formalaşmasını və yeni sürücülərin yetişməsini hədəfləyir. Əsas məqsəd yol hərəkəti qaydalarına hörmətlə yanaşan, məsuliyyətli və təhlükəsiz sürücülük vərdişlərinə malik şəxslərin sayının daha da artmasıdır. 5 illik fəaliyyət ərzində qazanılan təcrübə və etimadsa bu yolun uğurla davam edəcəyinin göstəricisidir. Çox sağ olun, çox təşəkkür edirəm hər birinizə.